Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yassir li amri ve hlul uqdeten min lisani yefqahu qawli. Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və siz dəyərli əhl-i beyt aşiqlərinin üzərinə. Sizləri və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah Müteal hər birimizi təqvalı bəndələrindən qərar versin inşallah. Bugün sizlərlə çox gözəl bir mövzunu bölüşmək istəyirəm. Həqiqətən aktual mövzulardandır, çox dəyərli mövzulardandır ki, istəyiriksə də yaşayışımız rahat olsun, gərək bu nöqtəyə diqqət yetirək. O da budur ki, insanın hüsn-ü zənni, yəni həmişə həyata pozitiv baxmaq və birilərinin haqqında düşünəndə yaxşı fikirdə olmaq. Əgər həyatımızı bu cürünə davam etdirsək, bu cürünə yaşamağımızın bizim həyatımıza 10 dənə müsbət təsiri olacaq. 10 dənə müsbət təsiri olacaq ki, o təsirlər sayəsində həyatımız nizam-intizama girəcək və rahat yaşayacaq. İslam dini də bununla razılaşır ki, insan həyatda yaşayanda rahat yaşamalıdır, əmniyyətdə yaşamalıdır, dinç yaşamalıdır və özü dinç yaşadığı kimi ətrafındakılar da onun əlindən rahat yaşamalıdır. Mən özüm rahat yaşamalıyam və mən elə bir ömür sürməliyəm ki, müminin xislətlərindən biridir ki, mümin gərək elə bir həyat sürə, elə bir yaşayış tərzi ola, insanlar onun şərrindən amanda qala. Yəni, bir dənə insan deməyə ki, filan kəs mənə pislik eləyə bilər. Bir dənə insan bunu deməyə. Yəni, mümin gərək elə bir mümin ola ki, hər kəs onu görəndə qəlbi sevinər, ürəyi açılar. Mümin, belə deyək, necə ki, bir ışığın xüsusiyyəti, lampanın xüsusiyyəti budur ki, hər tərəfə nur saçır, ışıqlandırır. Mümin də gərək o ışıq kimi ola, lampa kimi ola ki, o hər tərəfə nur saçar. Hər kəs onu görəndə sevinə, qəlbi şad ola. Mümin dediyin müsəlman, həqiqi müsəlman bu cürünə olmalıdır. Hüsn-ü zənnin insana 10 dənə müsbət təsiri var. Hüsn-ü zəndə olmağı İslam bizlərə o qədər tövsiyə edir ki, əgər bir insan hüsn-ü zəndə olsa, gözəl düşüncədə olsa, onun həyatı dəyişirlər. Yaxşı mənada həyatı əvəz olar. Mömin olan kəs, əgər deyirsə də mən möminəm, gərək bir nəfərin etdiyi işi 40 dənə yaxşı yerə yoza. 40 dənə hüsn-ü zənn eləyə ki, filan kəs bir işi gördü, əcəba bu işi görməkdə onun məqsədi nə idi? 40 dənə yaxşı yerə yozasan. Hüsn-ü zənn budur. İslamın bizlərə tövsiyə elədiyi budur. Müsəlmanın xüsusiyyətləri bu cürünə olmalıdır ki, hər kəsin haqqında gözəl fikirləşər. Dedik ki, hüsn-ü zənnin, gözəl fikirləşməyin insanın həyatında 10 dənə müsbət təsiri var. Onlardan birincisi budur ki, insanların məhəbbətini cəlb eləyər. O adam ki, həmişə hər kəsin haqqında gözəl fikirlərdə ola, gözəl xasiyyəti ola, gözəl rəftarı olan insanların içərisində birinci ona təsiri budur ki, insanların məhəbbətini qazanar. Bu barədə Mövla Əmir əl-Möminin əleyhissalam buyurur ki, insanlara qarşı nikbin olmaq, yəni gözəl fikirdə, gözəl düşüncədə olmaq, onların dostluq və məhəbbətinə səbəb olar. İnsan gərək yaşayışını bu cürünə davam etdirər. Day filan kəs belə dedi, filan kəs elə dedi, filan kəs belə pisdir, filan kəs elə pisdir. Qardaş, onun dərdini, vərəmini çəkə-çəkə özünü çürüdürsən. Boşlamaq lazımdır bəzən. Bəzi insanları tərk eləmək lazımdır. Bəzi insanların o boş xüsusiyyətlərini göz ardı eləmək lazımdır. O səbəb olar ki, biz rahat yaşayaq. O səbəb olar ki, cəmiyyətdə rəğbət qazanaq. Cəmiyyətin, insanların, müsəlmanların, möminlərin məhəbbətini qəlbimizə qazanaq. İkinci insana müsbət təsiri budur ki, rahatlıq və əmin-amanlıq gətirər həmin insana. Hüsn-ü zənn insana ruhi və psixoloji rahatlıq və huzur gətirər. Yəni, insan psixologiyası da rahat olar. Ay, filan kəs filan işi gördü.
Günüz axşama onu fikirləşə və yaxud da ki, filan kəs mənə belə bir zərər yetirə bilər, mənə bir bu iş görə bilər, da bunun yaşayışı alt üst olur. Yaşayışı alt üst olur ki, elə hey onun yaxşı və hey onun pis fikirləri ilə özünü yorur, psixologiyası alt üst olur və insanın ruhu da körlanır. Rahat yaşayışı əlindən gedir. Rahatlığı əlindən gedir. Əgər insan pis fikirlərdə və hər kəsin haqqında pis düşüncələrdə olsa, amma yaxşı düşüncədə olsa onun ruhu da rahat olur, psixologiyası da gözəl yerində olur. Üçüncü, insana müsbət təsiri qəlbin pak və səfalı olmasına səbəb olar. İnsan ki, hər zaman bu qəlbdə xoş niyyətlər daşıya, pis niyyətlər buradan çıxar gedər də, xüsusiyyət budur. Xüsusiyyət budur. Çox üzr istəyirəm ifadəmə görə. Bir yerə nəcis tökülübdür, bir yer qan olubdur. O yeri su ilə yüsən, o nəcis oradan gedər də. Yəni, pak bir şey gələndə nəcis oradan gedər. Xoşa gəlməz şeylər qəlbdə nə qədər dursa, xoşa gələn gözəl xüsusiyyətlər oradan gedər. Amma nə qədər ki, qəlbə xoş xasiyyətlər, xoş niyyətlər, xoş təəssüratlar qəlbə doldurasan, o qəlb axırda nə olur? O xoş xasiyyətlərin məskəni olur. Xoş xasiyyətlərin yeri olur. O səbəb olur ki, qəlb gözəlliklərlə dolu olsun və gözəl bir şeylər o qəlbdən sadir olsun. Bu barədə Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, mömin qardaşınıza gümanlarınızı yaxşı edin. Yəni, mömin insanlara qarşı niyyətiniz yaxşı olsun. Onun hər dəqiqə, hər saniyə bir dənə pis şeyini axtarmayın. Müminin 1000 dənə yaxşı, milyon dənə yaxşı xüsusiyyəti var, görürsən, bəzi insanlar, üzr istəyirəm ifadəmə görə, çivin kimidir. Bal arısı olmaq onların ağlından da keçmir. Ömür boyu istəyirlər ki, çivin olsunlar, geçsinlər, nəcisin üstünə qonsunlar. Bal arısını görürsünüzmü? Hər zaman harada gözəllik, harada gül, çiçək, harada səfalı yerlər var, bal arısı orada olur. Amma çivinin də xüsusiyyəti budur. Harada yaxşı şeylər olsa da gedir, eşəliyir, tapır, bir dənə mundarın, bir dənə nəcisin üstünə qonur. Bəzi insanların xisiləti də budur. Görürsən, bir dənə cəmiyyətdə mömin var, gözəl insan var, 1000 dənə, milyon dənə cəmiyyətə yaxşılığı olub, insanlara elə o bir yaxşılığı olubdur, amma bu çivindir də, gedir, hərrənir, fırlanır, ölür, özünü yırtır ki, görüm o müminin hansı bir dənə minus çatışmayan xüsusiyyəti var, onu tapım, faş eləyim, insanlara çıxardım. Bu insanlar xarab insanlardır, xisilətləri də milçəyin xisilətləridir. Ona görə gərək insan çalışa həyatda bal arısı ola. Nəinki gedə insan milçək ola, çivin ola. Ona görə deyir, mümin qardaşınıza qarşı gümanlarınızı yaxşı eləyin. Peyğəmbər sallallahu deyir bunu. Çünki müminə hüsn zənn etmək qəlbin saflığına, qəlbin paklığına səbəb olar. Mümin insana qarşı yaxşı düşüncədə olmaq deyir, insanın qəlbini saflaşdırar, paklaşdırar həmin o qəlbi. Amma bəzən də görürsən ki, insanlar sırya durubdular ki, möminləri ləkələyələr. İnsanlar sırya durubdular ki, bir ibadət əhlini, iman əhlini ləkələyələr, vuralar və onun xoş günlərini zülmətə çevirələr. Bunun qiyaməti var, bunun axirəti var, bunun sabahı var. Ona görə diqqətli olmaq lazımdır. Dördüncü insana təsiri budur ki, insan nə qədər xoş düşüncədə olsa, gülərüz olsa, səfalı olsa, insanlara qarşı, cəmiyyətə qarşı, insanlığa qarşı xoş niyyətlərdə olsa, o onun sağlamlığına səbəb olar. Bəzi adamlar var, gülərüzdülər, xoş xasiyyətdilər. Gülərüz olan insanlara da gör cəmiyyətimiz nə hala gəlibdir. Gör nə hala gəlibdir ki, cəmiyyətimiz gülərüz, xoş xasiyyətli olan insanlara da deyirlər, bu arsız insandır. Yox, İslam dini belə düşünmür. İslam dini deyir ki, müminin qəmi qəlbində olar, təbəssümü üzündə olar.
Heç vaxt mömin olan kəs, müsəlman olan kəs qəlbindəki qəminlə qarşı tərəfi qəmləndirməz. Qarşı tərəfə həmişə dedim ki, ışığın xüsusiyyəti budur ki, hər tərəfə nur saçar. Mömin olan kəsdə hər tərəfə gərək nur saçar. Müsəlman olan kəsdə hər tərəfə gərək nur saçar. Zəhər saçmaya. Zəhər saçmaya. İnsan nə qədər ki, xoş xasiyyətli oldu, gülərüz oldu, mehriban oldu, o onun sağlamlığına səbəb olacaq. Xəstəliklərdən amanda qalmağına səbəb olacaq. Bu barədə psixoloqlar, mütəxəssislər araşdırmalar aparırlar ki, həyata nikbin baxışlarla baxır, onlar həm sağlam olurlar, həm də uzun ömürlü olurlar. Bunu mütəxəssislər araşdırıbdılar. Bunun əksi də insanın qısa ömürlü olmağına və xəstə olmağına, tez bir zamanda da dünyadan köçüb getməyinə səbəb olur. Beşinci insana təsiri budur ki, günahdan çəkinməyinə səbəb olar insanın. Yəni, xoş baxışlar, insanların haqqında xoş nəzərdə, rəydə olmaq insanı günahdan çəkindirər. Mövla Əmir əl-Möminin əleyhissalam bu barədə buyurur ki, xoş gümanlı olmaq günah ardıcılığı olana nicat verər. Yəni, günahın arxası ilə gedən insanlara nicat verər. Altıncı insana yaxşı təsiri budur ki, ruhu sağlam olar həmin adamın. Nikbin insanlar başqalarının rəftar və sözlərini həmişə yaxşı tərəfə yozarlar. İnsanların, belə xislətli olan insanlar, birisi bir iş görəndə deyər ki, mən yanılaram. O gözəl niyyətlə eləmiş olar. Hətta pis niyyətlə eləmiş olsa belə, hüsnüzəndə olan insanlar onun elədiyi rəftarı dedik ki, 40 dənə yaxşı yerə yozarlar. Yedinci insana təsiri budur ki, niyyətin yaxşı olmağına səbəb olar. Niyyəti də saflaşdırar. Yaxşı niyyətdə, yaxşı düşüncədə olan insan artıq bu onda mələkə olar, hər bir insanın haqqında gözəl danışar, davranar. İslamın ən çox bizlərə tövsiyə elədiyi xislətlərdəndir ki, heç kimi özündən aşağı görmə. Heç kimi özündən aşağı görmə. Ariflərin də tövsiyəsi budur. Bəsirət sahiblərinin də tövsiyəsi budur ki, insan həyatda heç kimi özündən aşağı görməsin. Əksinə, qarşı tərəf desin ki, bəşə bu Allahın elə bir övliyasıdır. Allahın elə bir övliyasıdır, gizlin övliyasıdır bu. Allahın qatında bəlkə elə bir məhəbbəti var. Allah bunu elə bir formada sevir ki, mən bunun yanında zərrə də ola bilmərəm. Qarşı tərəfi həmişə belə hörmətlə qarşılamaq lazımdır. Yox, əgər insan egoist olsa, həmişə özünü bəyənib, özünü hamıdan üstün hesab eləsə, nə bir mənəvi inkişaf olar, nə Allahın qatında dəyər olar, nə cəmiyyətdə rəğbət qazanar. Heç kimin yanında o adamın zərrə qədər dəyər olmaz. İmam əleyhissalam bu barədə buyurur, o kəs ki, xoşgüman olar, niyyəti yaxşı olacaq. 8-ci insana bərəkəti budur, faydası budur ki, çox rahat olar insan. Yəni, nikbin olan insan çox rahat insandır. Bəzən biri buna qarşı səhv elədi, biri buna qarşı hörmətsizlik elədi, da onun ən axır nöqtəsinə qədər getməzdi. Yəni, oldu da keçdi, nə olacaq ki? Nə olacaq ki? Mən bağışladım, qoy Allah da bağışlasın. Xoş niyyətli insan bu cür olar. Yoxsa biri ona salam vermədi, yazıq başı qarışmış idi, öydən fikirli çıxdı, hər hansısa bir problemi var idi, bunun yanından ötdü, keçdi, ya maşından, ya piyada, buna salam verə bilmədi, da dünya dağıldı, bütün kəndlə bir eləyəcək, ellə, obayla, şəhərlə bir eləyəcək ki, filan kəs mənə salam vermədi. Deməzsən bu belə insandır, deməzsən olmayan şeyləri. Bu cürünə olmaz, bu cürünə olmaz. 9-cu, cəmiyyət əgər hamı bir-birinə qarşı xoş niyyətdə, xoş düşüncədə olsa, insanların arasında etimad bağlarını möhkəmləndirər. İnsanlar bir-birinə qarşı güvəni artar, etimadı artar. Əgər hamı bir-birinə qarşı xoş niyyətdə, hüsnüzəndə olsa, insanların arasında o etibarlılıq bağları artar, güclənər. O da şeytanın belini qırar. 10-cu insana bərəkəti təsiri budur, hüsn-i zənnin etimadı cəlb etmək.
Yəni insan nə qədər ki gözəl xasiyyətdə oldu, hüsn-i zəndə oldu, gözəl düşüncədə, təfəkkürdə oldu, o insan insanların arasında güvənilir insan kimi formalaşar. Cəmiyyətdə görürsünüzmü, xoş əxlaqlı insanları hamı sevir. Xoş niyyətdə, xoş düşüncədə olan insanları hamı sevir. Amma bədgüman insanları onun qeybətini eləyən, buna iftira atan, buna yalan danışan, bunun haqqını tapdalayan, bunun əmanətini zay eləyən, bunu bədbəxt eləyən, yerlə bir eləyən insanlara hamı nifrət eləyir. Hamı qaçıb uzaqlaşmaq istəyir. Amma 10-cu insana bərəkəti budur ki, insan nə qədər hüsn-i zəndə olsa, insanlar içərisində rəğbət qazanar, etimad əldə eləyər. İnsanlar onu əmin şəxs kimi tanıyar. Necə ki, Həzrət Rəsulullah hələ Peyğəmbər deyildi. Uşaq vaxtından o dövrün ən əmin şəxsi kimi tanınırdı. Yəni, əmanətdar şəxs kimi tanınırdı və hər kimin hər nə dəyərli bir şey olsa gətirərdi Həzrət Rəsulullah'a təqdim eləyərdi. Bizdən də Həzrət Rəsulullah'ın istəyi budur ki, gərək biz də o cürünə olaq. Biz də o cürünə ömür sürək ki, Allah da bizdən razı qala, Həzrət Rəsulullah da. İnsan nə qədər yaxşı fikirdə olsa, sağlam addımlar atar və peşman olacağı, sonra addımı atıb xəcalət çəkəcəyi bir şeylər eləməz. Allahdan arzum budur ki, Allah bizləri xoş niyyətli, xoş təfəkkürlü olanlardan və cəmiyyətin içərisində də Allahın istədiyi kimi yaşayan, ömür sürənlərdən qərar versin inşallah.